Palatada başıma nələr gəldi, hansı risklər var, necə qarşısını almaq olar, cıl günlərlə göstərirəm. Sizə bir də nələr yazılıbdı, hansı iynə, hansı dərman, hansı krem, həmçinin qiymətlər. Odur ki, getdik. Əməliyyatdan gözümü açan kimi ağrı yox, çiylik və yuxulluq hissi var idi. Səhər 8-də işləmiş girmişdim. Günortaya da yaxın yəqin ki, çıxardıb gətiriblər. Heç xəbərim də olmayıb. Narkozun təsirindən ilk saatlar hər 5-10 dəqiqədən bir göz yumulur və ancaq yatırsınız. Yəni gözü ümumiyyətlə açmaq olmur. Günorta həkim gəldi, vaxtı gözümdə deyiləm, çıxdı getdi. Yəni danışmaq istirdi. Gözümün əvvəl açırdım, su içirdim, amma acından da öldüyümü hiss eləyirdim. 5-6 saat dedilər ki, deyəsən yemək olmaz. Axşam nəsə 8-də işləmiş, tamamilə ayıldığımı hiss elədim və yemək hanı bəs dedim. Çünki mən axırıncı dəfə yatanda söyləmişdilər ki, yemək gələcək, narahat olmayın. Mənim başımı yoğurtla aldadırdılar, bir də su verirdilər o vaxta kimi. Nəsə axşam yeməyə baxdım, çox vaxt keçir. Dedim, bəs yemək dedilər, sadəcə quru yemək var, qreçka, əgər istəyirsənsə gətirək. Yəni burada artıq şok oldum. Yəni əsəb elə ki, başıma vurdu, başıma qaynar su töküldü. Yəni əməliyyatımın ilk günüdür və xəstəxanada qalmışam. Yəni siz mənə sulu niyə yemək hazır eləməmisiniz, saxlamamısınız bilmirəm. Çox pis oldum. Həkimin assistantına yazdım. Başladım biraz çəkiliş eləməyə ki, vaxt keçsin. Heç kimlə də danışmaq istəmirdim, çünki adamda çeylik hissi var. Mənə söylədilər ki, istəyirsənsə evə deyək, sənə öz evimizdən yemək gətirsinlər. Mən bunu eşidəndə vəbşi dayana bilmədim də, yəni. Götürdüm şikayətlərimi assistanta yazdım. Sonra məsələyə baxacaqlar, dedilər ki, yəni həll eləyəcəyik, narahat olmayın. Yəni ondan sonra gətirdilər, biraz ki vaxt keçdi, dedilər sup gətirəcəyik sizə. Sup gətirdilər, içində bir yeşəcənə ət, sümüklü özdə. Mən indi ondan cəbəlləşə onu yeməli idim. Və heç bir yanında salat və yaxud da meyvə, tabağı ya da yəni çox pis. Qulluq çox pis idi. Səhər də dedilər manlı idi da, manlı sıyıq boşqabında. Nəsə mən onu yedim və başqa yanında heç bir, nə bilim, kərə, pendir, zeytin, yumurta falan heç nə yox idi. Mən aclığımı hiss edirdim və onlardan yoğurt istəyirdim. Onlar mənə yoğurt verirdilər ki, mən aclığımı bastıram. Var əməliyyatdan çıxanda deyir ki, yox, mən yemək istəmirəm. Qolda çıxartdılar. Çünki burnumun çeyi biraz açılıb deyə biraz ağrısı var idi. Və bir də gözüm şişdi, göyərdi. Güclə danışıram. Şəxsi əşyalar olaraq özünüzdən kiçik bir ayna gətirib bir də taraq. Çünki adam istəyir ki, saçım darasın, başı ağrıyır. Saçım da burada ördülər. Mən yeməkdən zövq alıram, mən acıyıramsa yeməliyəm. Bir dənə bunu bilirəm. 2 günün artıq onunla az qalmışdı. Məni palatadan da çıxartdılar ki, bəs burada yeni əməliyyat olmuş bir adamlar yatacaq, sən artıq çıxırsan, ona görə də başqa yerə köç. Nəysə, ona da dinmədim. Biraz belə mən çox incidim də, yəni nəysə. Durdum, çıxdım. Mən başqa yerdə uzandım. Başqa yerə apardılar məni. Daşım gəldi, məni götürdü. Biz qayıtdıq evə. Oğlumdan o qədər qorxurdum ki, məni bu haldan görüb nə reaksiya verəcək, qorxacaq, beynində suallar yaranacaq. Bilmədim nə cavab tapam deyəm ona. İçəri girəndə məni gördü, belə şok oldu əlbəttə ki. Ona dedim ki, ana yıxılıbdı yerə, tap olubdu, ananın burnu qırılıbdı, ananın burnu çıxıbdı, əzilibdi. Belə bir şeylər dedim və o zamanla yanında qaldıqca başa düşdü. Dedim, ananın burnu uf olubdu. Reaksiyalarda çox şirindir. İlk 3 gün çox çətin olur. Birinci gün bildinizdə, yəni çeylik olur, yuxulluq olur. Birinci günü yola verirsiniz gedir. Ən rahatı birinci gün olacaq, sizə inanırım. Ana nə tərif olub? Ana gözlə nə olub? Ana gözlə nə olub? Ufolu. Ufolu. Oo.
İkinci gün artıq şişmələr başlayır. Üçüncü gün uje dəhşət olur. İkinci gün xəstəxanada da iynə, dərman falan eləmişdilər deyə mən çox hiss eləməmişdim. Amma evə qayıdandan bir də üçüncü gün daxil. Yəni çatladı da, beyin çatladı. Neçə gündür saçımı yumuram. Həqiqi ki, sabahları gedərəm saçlarımı. Saçlarım əslində belə baxımda buraları yağlamayıb. Bu ön hissələri yağlanıbdı. Bəhtisdə quru şampunu da vurmaq istəmirəm. Çünki həqiqətən əməliyyatdan sonra heç bir duş qəbul eləməmişəm. Ona görə də düşünürəm ki, yusam daha yaxşı olar. Sağlamlaşmadan qabaq gedəcəm ki, saçım təmiz olsun. Gülə də bilmirəm. Bugün 6-cı günündəyəm. Artıq 6-cı gün gecəsidir. Çox dəhşət ağrı var idi. Ağrı kəsicilər elə orada bir gecə 2 dənə ağrı kəsici atırdım. Yuxuya gedə bilmirdim. Ayın 13-üdür. 17-si isə girəcəm həkimin yanına. Cipsi çıxarsın. Danışa bilmirəm, yəni burnumda danışıram. Siz yatmalısınız yarı oturaq vəziyyətdə, buruna görə. Düz uzanmaq yox, yarı oturaq vəziyyətdə. Bu da çox çətinlik yaradır yuxuya keçməyə. Həmçinin ağzı açıq yatırsınız. Təsəvvürləyin, düz 10 gün ağzı açıq yatmaq nə deməkdir? 10 gün. Yəni 10 gündən sonra artıq gedirsiniz, həkim sizin cipsizi çıxarır. Ondan sonra böyük ehtimal biraz nəfəs ala bilirsiniz. Bu qədər narahat edici bir məqamlar idi ki, əsəb, stres olmamalıdır. Siz maksimum sakit, rifah içində huzurla bir yerindən təmin olmalısınız. Biraz da qulluq olsa lap yaxşı olar. Çünki çox iş görə bilmirsiniz, başınızı aşağı sala bilmirsiniz, nəsə yerdən götürə bilmirsiniz və s. Və burada yoldaşım mənə bir dənə də boyunluq aldı, taxdım onu boynuma. Ondan yatırdım ki, gecələr boynum birdən özümdən asılı olmaz, sağa sola tərpənməsin. Ən qəşəng də bilirsiniz nədir? Həkim cipsi açandan sonra dedi ki, artıq yəni oğlumu qucağa ala bilərsən, hətta çaydan da götürə bilərsən, amma çox ağır olmaz. Ağız açıq nəfəs alırsınız deyə həm ağzı açıq şəklində saxlayıb yemək yemək, həm ağzı açıq şəklində su içmək çətinlik törədir deyə biraz o proseslər çətin olur. Mən məsələn pipetdən istifadə edirdim. Burada gördüyünüz yoğurdu yox. Ümumiyyətlə bütün quru, sulu nə yemək var, nə qabağıma çıxırdı yeyirdim. Şişkinlik ödəm çox olduqda burunda demək içindəki silikonlar çıxsa belə nəfəs ala bilmirsiniz. Yəni cipsi çıxarsalar belə. Ona görə də çoxlu maye qəbul edirdim və əlavə olaraq it burnu çayı da ödəmi aradan qaldırır. İlk 4-5 gün heç bir şəkildə duş qəbul etmədim. Sadəcə olaraq saçımı yudurtmaq istəyirdim. Salonlara getdim, hardasa bir 3-4 dəfə salona getdim, saçımı yudular həmin müddət ərzində. Deməli, salonlara isə 5-10 manat verirsiniz hər dəfə gedəndə. 3 dəfə də saçınızı yusaz, rahat 15-20 manat da oradan xərciniz çıxır. Bu göstərdiklərim isə reseptin içindəkilərdir. Şpris və ampulların qiymətini dəqiq bilmədiyim üçün yazmadım. Üzümü isə özüm evdəki qulluq vasitələri ilə təmizləyirdim, yuyurdum ki, ən azından yəni burnumu yuya bilmirəm, üzümün kənarlarını, gözlərimi və s. bir təhər yuyum. Bunu da gələn videoda sizə izah eləyəcəm. Yəni evə gəldim və anam mənə baxırdı. Üzlərim də çox həssaslaşmışdı. Məcburi olaraq nəmləndirici olaraq Bepanthenonun aptek nəmləndiricisindən istifadə elədim ki, maksimum dərəcədə bərpa eləsin üzümü. Cipsin açılmasına görə zamanım azalırdı getdikcə, ona görə sevinirdim. Bilirsiniz, o qədər qəribə hiss idi ki, yəni beynimdə o qədər sual var idi. Ona görə sizi yaxşı başa düşürəm. Elə bir ki, düşünürdüm, ay Allah, görəsən həkim mən burnumu yaxşı eləməz. Mən burnum ya belə kosmos kimi yuxarı qalxar, kosmosa doğru qalxar. Belə özümü narahat hiss elirdim ki, ay Allah, görəsən öz təbii burnumdan çoxmu fərqlənəcək. Görəsən dodağımı da pis günə qoyacaq. Görəsən üz quruluşuma necə təsir eləyəcək. Yəni bundan sonraki həyatımda mən o burundan necə yaşayacağam. O qədər beynimdə sual var idi. Yəni çox qorxurdum, dəhşət çox qorxurdum. Bizdə də davam eləyirdi iynələr, həkimin dedikləri. Burada əsas məsələ bilirsiniz nədir? Çox şey yazırlar məncə. Götürüb mənə, göyləriniz çox olsa falan kremi vurarsınız yazıblar, bir vərəq vermişdilər. Nəysə, o kremi vurdum ki, gözüm dəhşət çox göy idi də. Vurmuşam, ay Allah, gözüm bir yanır, gözüm rəsmən çıxdı. Yaxşı vərəqdə qeyd eləmişdilər, amma yəni göy gözüm tərəfdədir də, yəni mən onu hara vura bilərəm. Düzü gözümün çox qıraqlarını vurmadım, amma göz ətrafına ya da belə yanağa falan vuranda belə qəribə bir iyisi var idi, gözə təsir edib, gözü yandırırdı da.
Nəysə, ona görə də bu Joy dərmanları zadı, kremləri falan yazsalar heç almayın. Mən bir dəfə istifadə etdim, mən atdım getdi. Yəni sıfır heç nə. Baxdım, cəsarət toplayıb. Elə qan laxtaları çıxırdı boğazımdan. Sən demə, bəlğəm şəkildə qan laxtaları gəlir. Yapışır boğazıma. Və son olaraq da getdim yenə salona, saçımı qəşəngcə yudular. Saçımla yenə fəxr eləyirəm, çünki artıq fəxrlənəsi başqa bir şeyim qalmayıb. Bir dənə saçım qaldı. Saçım qəşəngcə parlaqdır, qəşəngcə düzdür. Saçım nəysə. Saçımızı baxırıq, tərifləyirik, çünki artıq 9-cu gündəyəm və sabahlarım gedəcəm həkim burnumun cipsini açsın. Onun üçün də saçımı yuyuram ki, yəni kirli başla getməyim. Özümlə barışa bilmirəm. Güzgülərə də baxa bilmirəm. Ümid edirəm ki, sonrakı dövrlərdə sizinlə yenə paylaşacağam. Həmçinin Instagram səhifəmdə də paylaşacağam. Oradan da baxarsınız. Təbliğ eləmirəm ki, rinoplastika bomba şeydir. Sadəcə olaraq nacizanə başıma gələnləri bəlkə işinizə yarayar deyə nəql eləyirəm. İzlədiyiniz üçün, dəyər verdiyiniz üçün təşəkkürlər.